Biznes TV'ye salamlar. Hill restoranına hoş gelmişsiniz. Siz heç robot ofisiant görmüşdünüz? Bəli, bəli, artıq bu da oldu. Mən hazırda paytaxtda yerləşən restoranlardan birindəyəm. Sifarişimi gətirən isə gördüyünüz bu robot ofisiantdır. Gəlin, onunla daha yaxından tanış olaq. Bu robot ofisiantın adı Zərdir. Biraz əvvəl də gördüyünüz kimi o mənim sifarişimi necə gətirdi, digər müştərilərin də sifarişini eyni şəkildə rahat bir formada masalara çatdırır. Həmçinin bu prosesi daha sürətli və daha maraqlı bir hala çevirir. Robot ofisiant digər ofisiantlar kimi də o gələn qonaqları salamlayır, sifarişləri masalara vaxtında çatdırır, həm maraqla qarşılanır, həm də xidmət sektorunda bir fərqlilik yaradır. Zərin əsas üstünlüklərdən biri budur ki, Zər Azərbaycan dilində danışa bilir və sifariş olunan bütün təyyarları rahat şəkildə masalara çatdırır. Hazırda bir robot ofisiant xidmət göstərir. Bu əsasən peşəkar heyətə dəstək məqsədi ilə həyata keçirilir. Müştərilər tərəfindən robot ofisiantın xidmət göstərilməsi çox maraqla qarşılanır, xüsusilə azyaşlılar tərəfindən böyük həyəcanla qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsinin məqsədi ilə əgər tələbat yaranarsa, gələcəkdə sayının artırılması nəzərdə tutulur. Biznes TV'yi izləmədə qalın.